Xorvatiyada qeyri-adi hadisə baş verib. Belə ki, ilan spirtli içki qəbul etmiş kişini sancıb. Bundan sonra Gürcə spirtin təsirindən ölüb. Unikal xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, kuriyoz hadisə 42 yaşlı Ştef Raduliçinin başına gəlib. Sərxoş kişi hava almaq məqsədi ilə gəzintiyə çıxıb. Onun sözlərinə görə, təsadüfən Gürcəyə çox yaxınlaşdığı üçün ilan özünü qorumaq məqsədi ilə ayağından sancıb. Birdən kəskin ağrı hiss etdim və bunun ilan sancması olduğunu anladım. Həkimə qaçmaq istəyirdim ki, gördüm ilan qəribə hərəkət edir. Gözləri yarı bağlı şəkildə yerində çırpınır. Yaralı kişi ilanı baytar məntəqəsinə aparmaq istəyərkən Gürcə yolda ölüb. Baytar müayinəsi nəticəsində ilan qanındakı spirt miqdarının 5,1 qram olduğu müəyyən edilib. Maraqlısı budur ki, ilan zəhəri Raduliçə təsir etməyib. Həkimlərin fikrincə, onun qanındakı alkoqol toksini neytrallaşdırıb və bu kişini ölümdən xilas edib. Bunun fonunda kişinin yerli mətbuata açıqlaması ilə diqqət çəkib. Kişi bildirib ki, spirtli içki onun həyatını xilas edib. İndi həkimdən rəsmi sənəd istəyirəm ki, spirtin mənim həyatımı xilas etdiyini təsdiqləsin. Bəlkə o zaman arvadım susar deyə Raduliç zarafatla əlavə edib.